Əskərlər, siz bizim dövlətimizin qorunmasında əvəzsiz xidməti olan evlatlarımızsınız. Bugün milli ordumuzun yaranmasının 85 illik yubileyi ölkəmizdə təntənəli şəkildə qeyd olunur. Möhtərəm prezidentimiz Zat-ı Aliləri Cənab Heydər Əliyevin diqqət və qayğısıyla ordumuz günü-gündən qüvvətlənir, daha geniş mənada güclənir, qurulur və hesab edirəm ki, məhz bu son illərdə ordumuz istədiyimiz şəkildə öz qüvvəsini toplaya bilib və düşmən qarşısında mətanətlə, mərdliklə dayanır. Mən sizi alqışlayıram və məlumat üçün diqqətinizə təqdim edirəm ki, bugün özünün deportasiya ömrünü yaşayan, Qərbi Azərbaycanı özündə təcəssüm etdirən İrəvan Dövlət Azərbaycan Dram Teatrı sizin qarşınızda çıxış etməyə gəlir. Bu təsadüfi deyil. Biz məhz Gəncəbasar bölgəsində bu günlərdə qastrol səfərləri təşkil etdik. Görkəmli dramaturq Hidayət Orucovun Durnalar Qaydanda əsəri ilə bölgədə tamaşaçılar qabağında çıxış edirik və məhz bugün biz heç yanda çıxış etmədik. Məhz sizin qarşısında çıxış etmək üçün bugün yalnız və yalnız bircə tamaşa sizlə birgə yenə də Hidayət müəllimin tərcüməsi olan Tuğayevin Mənim Qaynanam əsərini, komediyasını sizin qarşınıza nümayiş etdirəcək. Sizə dövlətçiliyimizin qorunmasında geniş, böyük uğurlar arzu edirəm və hesab edirəm ki, sizin mətanətinizlə, sizin qüdrətinizlə İrəvan Dövlət Azərbaycan Dram Teatrı vaxt gələcək ki, öz müqəddəs, öz qədim, öz unudulmaz torpağında İrəvanda çıxış edə biləcək. Sizə uğurlar arzu edirəm və tamaşaya baxmağa dəvət edirəm. Dayan görmün ikisi babana gel bak. Burada korku hiçbir şey yoktu. Dayanırsan burada ortada. Camaat hameyleşip onlarla salamlaşırsan. Salam əziz tamaşaçılar. Salam. Necəsiz? Görürsən? Sən deməsən də olar yaxşıdır. Ay sağ ol. Sonra da üzbəz dayanırıq, əlini vermələ. Musiqi başlayır və biz başlayırıq. Rəqs eləməyə. Hey! Siz buradan ne iniyorsunuz kaybala? Atacan, biz Elbrus'la təzə mahnı üzərində işləyik. Şimdi mahnı bir yana kalsın. Cemaat gel tamaşaya bakayım mahnıya. Əmircan, biz yeni mahnı üzərində işləyirik. Çıkın gidin işinize. Hadi. Yeni nüanslar axtarırıq. Onu sonra aktarasın. O nüansların kalsın özüne. Ha, uşaqdırlar, hələ başa düşmürlər. Eyb yoxdur. Deməli başlamaq olar. Hoş geldi əziz dostlar, əziz tamaşaçılar, əziz və hörmətli vətən oğulları. Bir də nəyə çalın? Mənə dedilər ki, siz gəlibsiniz, mənim qaynanamı görməyə, doğrudurmu? Əlbəttə elədir da. Amma siz bir balaca yubanıbsınız. Siz daha onu görməyəcəksiniz, qaynanamı deyirəm. Onun məlahətli səsini eşitməyəcəksiniz, üzr istəyirəm. Kimdə dəsmal var, qaynanam rəhmətə gedibdir. Allah rəhmət eləsin, siz narahat olmayın. Mən ona elə bir ehsan verəcəm ki, özdə hamınız da gələrsiniz ora. Düzün desəm, mən ezəmiyyətdə idim, evə gələndə dostumla rastlaşdım vağzalda. O mənə dedi ki, qaynanam rəhmətə gedib yapışdı yaxamdan. Dedi, bu xəbəri əməli başlı yumaq lazımdır. Çarəm nə idi? Elə oradan da birbaşa vağzal restoranına girib, möhkəmcə
vurandan sonra dedik Allah sənə rəhmət eləsin ay qaynana. Sen orada kime farka verirsen? Allah arvadımdır. Heç əzizim sənin sevimli anana dua oxuyuram da dua. Qədrini ölenden sonra bilirsen. Ya, ha? əvvəlcə də bilirdim. Onun ölümüne bahis sen olmadın Vay, mı? vay, vay, mən? Ad gününde birce defede olsun ona hediye almadın. Əzizim axı özü indi özünə 5 dəfə ad günü edərdi. Burada qəribə nə var? Kocaydı, yaddaşı Vay körlanmışdı. ya. Amma sen öz pul kisəni bir dəfə də olsun onun için açmadın. Bu yaxınlarda ona gözəl bir hədiyyə almadın mı? Aha, bak elə onu görən kimi də arvadın ürəyi dayandı. Nə biləydim hədiyyəni görən kimi öləcəkdi. Bilsəydim tez alardım. Keç içəri sen olma. İçəri hara keçək? Bu yanğın zat yoxdur. Yangın yoxdur, lakin biz yana bilərik. Niyə? Yaxşı. Hə. Sən eşitməmisən ki, şəhərimizə təzə nazir gəlib. Bu eşitməmisən də sözdür, elə görmüşəm də. Hə? Əlbəttə. O necə adamdır? Ne belə çox təvəzzükar, işləyirik baxarıq da. İşləyərik, Bir də adam baxarıq. baxar. Hamısını indi bilmək istəyirəm. Hə? Onun tərcümeyi halı məni çox maraqlandırır. Onun anketində nə yazılıb? Bilmirəm, də elə ciddi və təvəzzükar bir adamdır belə. Ən başlıcası budur ki, subaydır. Nə olsun ki subayda əzim? Sən bu sualı şəhərimizin qadınlarına cavab ver. Onlar sənə cavab verirlər. Qadınlar dəridən çıxırlar. Kim özünü nazirə göstərir, kimi qızını, kimisi anasını, kimisi... Hə, lap anasını da göstərən var. Heyf qaynanam öldü, mən də onu göstərəm. Zərzək. Deyəsən elə sən özündə dəridən qabıqsan çıxırsan. Axı sənin ərin var özdə bığlı saqqallı. Hər bığlı saqqallıya kişi demirlər. Bu sözlər kimin ünvanladır? Jına. Nə Jına, neçə dəfə səhər demişəm ki, mənim adım Jına deyil. Mənim adım Cenadır. Hə, yaxşı, başa düşdük. Cena, gedə görək, salda qaldı. Qızı neyniyirsən axı? Sən lap zırramasan,